Sizi heç həmin gün təyin olunmuş toplantıya dəvət ediblər? Əminəm ki, bir çoxlarınız cavab verir ki, o qədər. Bəzi rəhbərlərdə belə bir xüsusiyyət var ki, onlar istədiyi vaxtı tabe olan əməkdaşları, sıravi əməkdaşları, yaxud da rəhbər işçiləri toplantıya dəvət edirlər, görüşə dəvət edirlər və bununla onların iş planlarını pozurlar. Fors-major halları istisna olmaqla, hansılar ki, həqiqətən də fors-majordur və nadirən baş verir. Normalda toplantı və ya görüş barədə ən azı bir gün əvvəl, bir iş günü əvvəl xəbərdar eləmək lazımdır. İdarəetmədə belə bir qayda var, 1-in 4 adlanır. Həmin qaydaya əsasən planlamaya sərf olunan bir vahid vaxt, 4 vahid vaxtı qənaət edir. Yəni ki, 10 dəqiqə sərf eləmişiksə, 40 dəqiqə qənaət edirik, 1 saat sərf eləmişiksə, 4 saat qənaət edirik. Amma qeyd etdiyimiz rəhbərlər o qənaəti sıfıra endirir, özləri də plansız çalışır, əməkdaşların da plansız az məhsuldar olmasını gətirib çıxarırlar. Bu cür davranmayaq.